Hörmətli izləyicilər, hər birinizi salamlayırıq. Gördüyünüz bu ərazi 6 saylı regional meşə təsərrüfatı mərkəzinin Şamaxı rayonu meşəbəyliyinin Qobustan rayon ərazisidir. Burada fikir verin, yeni salınmış teraslar, eyni zamanda eld axşamlarının əkilməsi prosesi gedir hazırda. Böyük bir ərazidir. Belə davam eləsə bu ərazidə yaxın vaxtlarda böyük meşəliklər salınacaq. Və biz də bilirik ki, bu ölkəmizdə dövlət siyasətidir. Yaşıllıqların salınmasından bağlı Cənab Prezidentin birbaşa göstərişi var və ölkə boyunca bu proses davam edir. Əlbəttə, təqdirə layiq bir haldır. Biz də bunu alqışlayırıq və ictimailəşdirməklə yanaşı, eyni zamanda bütün hər kəsdən də xahiş edirik ki, yaşıllıqlarımıza qarşı, yəni meşə zolaqlarının salınması işində hamı belə deyək ki, öz əməyini əsirgəməsin və eyni zamanda 6 saylı regional meşə təsərrüfatı mərkəzinə, bütün kollektivinə təşəkkürümüzü bildiririk və bu prosesi alqışlayırıq. Əlbəttə ki, başda Oqtay müəllim olmaqla. Doğrudan da gözəl bir mənzərə, gözəl bir, belə deyək ki, ideyadır. Daimi bəyənin, paylaşın, kanalımıza abunə olun və hər bir kəsi bu işdə dəstək olmağa çağırırıq.